Necə ki, indi biz qələmlə demək olar heç nə yazmırıq, kompüterdə yazırıq. Bəli. Yəni təzə cavan uşaqlar məktəbdə olaraq onu keçməmək də olar artıq o qədər. Bəzi ölkələr artıq onu ləğv eləyib ki, qəşəng yazmağa ehtiyac yoxdur da, kompüter var. Birazdan klaviatura da ehtiyac olmayacaq. Çünki artıq səsli formada AI ilə danışacaqsan, hər şey eləyəcək. Və indi siz dediyiniz kimi bu öhdəlik məsələsi ki var, o artıq yavaş-yavaş tətbiq olunur. Nə formada? Məsəl üçün siz indi AI-dən daha çox hansısa suallar verib, cavab alıb özünüz qərar verirsiniz. Amma yavaş-yavaş öhdəlik keçir o tərəfə. Məsələn, özlərini idarə edən maşınlardan başlayaraq şəxsi AI agentlərdən. Məsəl üçün siz AI agentə deyəcəksiniz ki, mən harasa səyahətə gedirəm, ya nəsə eləmək istəyirəm. O nəinki məlumat verəcək, sizin yerinizə bron eləyəcək, sizin yerinizə otelə yazacaq ki, filan kəs gəlir, filan saatda gələcək. Belə rahatlıq yaradın ona, kartınızdan pulu silib ödəniş eləyəcək, sizə ancaq məlumat verəcək ki, bu qədər xərclədim ora, bu qədər bura. Yəni sizin gündəlik rutin işlərinizin sayı qat-qat azalacaq.